Ey güzel insanlar, bir daha salam. Hoş gördük sizi Reading'in videosunda. Listening bitti, indi Reading'i izah edək. Yəni bu boyda yazmışam. Bədahətən gözəl cümlələr sizin üçün bəstələmişik. Uzun sözün qısası, bunu özünüz oxuyarsınız. Mən girəm bura. Deməli, reading demişik, yenə də təkrarçılıq olsun, sizi yorum, bezdirim deyə yenə də deyirəm. 11-lərdə 8 dənə readingdən sual düşür. 4'ü qapalı, 4'ü açıq. 9'lara 5 dənə düşür. Hamısı da qapalı çevirin. Düzü biri belə həlləm gülləm 1, 2, 3, 4 sayısı, nə bilim 2, 3 sayısı, nəsə də belə rəqəmlərlə. O biri fənlərdə olduğu kimi. Ya bu tipdə yazılı şəkildə yoxdur. Amma yenə həmin 9'da gələcəkdə 11 olacağına görə ey siz 9'lar, siz də qulaq asın, dinləyin. Mən burada 27, 28, 29 yazmışım. Çünki imtahanda açıq suallar, oxu mətnlərin açıq sualları 27, 28, 29, 30. Bu suallardan biri esedir. Bunu qoydum kənara. Yerdə qalıb 3 dənə. Ki, mənə görə dinləmə mətninə nisbətən oxu mətnini yazmaq, ya da oxu mətnin açıq suallarını icra eləmək, cavablarını tapmaq daha sadədir. Çünki suallar gözümüzün qabağında. Mətni burada göstərmişik. 2 paragrafda ibarətdir. Ki, bu 3 dolar, 4 dolar, təbii ki, yəni adətən 2 ya 3 verirlər. 1. Sualımızın birində bizdən dırnaq arasında, dırnağın içində bir söz verir. Bu feil ola bilər, bu sifət ola bilər, bu isim də ola bilər. Deyir qaqa ya da bacı. Deyir filan paragrafda bax bu sözün sinonimi var. Get onu tap. Mesela mənim işimə yarayır nə? Ki bu important, elə çox important sözdür. Hər yerdə qabağımıza çıxır. Mən deyərdim bəlkə ən vacib, ən çox işlənən bu sözdür. Yəni dimin mətnlərini hamısını qatıram bura. Anlata bildim sualın formatını. Əvvəllər belə də ola bilərdi. Məsələn, bir söz verir. Deyir bu söz, mənə görə o daha yaxşıdır, o daha çətindir. Mətndən bir söz götürür. Tutalım. Filan paragrafda. Deyir bax o sözün sinonimini yaz. Özündən yaz. Bu daha maraqlıdır. Çünki bu tapmaq çox asan. Nəysə, bunun sinonimini deyir, gəl birinci paragrafdan seç. Sonra baxsan, deməli sənə nə lazımdır? Söz bazası plus sinonim. Sən bilirsən ki, qardaş, bunun sinonimi məsələn crucial ola bilər, essential ola bilər, major ola bilər, significant ola bilər, vital ola bilər, necessary ola bilər. Anlata bildimmi? Ya burada da significant verib çox sadə. Mənim açar sözüm important idi, gəldim tapdım. 29 tip yenə dırnağın içində, amma bu səfər definition verir. Definition nə deməkdir? İngilis dilində sözün izahı. Biz tərcümə edirik, mənasını veririk. Amma İngilis ya da məsələn Azərbaycan dili hansısa sözün açıqlamasını verir ya. Bax o definitiondır. Tərif, izah. Bunu bizə verir. Deyir buyur tap. Amma filan paragrafı, yenə də paragrafı dömrəsini bizə verəcək. Bu bizim işimizi sadələşdirir əslində. Həm 27, həm 29, həm sinonim istəyəndə, həm də definition'ı verəndə. To ilə başlayanda, ki burada qeyd eləmişik. To ilə başlayırsa bizə feil lazımdır. And one əvəzli ilə başlayırsa bizə normalda isim lazımdır. Qalan hallarda əsasən sifət, nadir hallarda olar ki zərf versin. Zərfi də yəni tanımaq çox rahatdır. Anlata bildim mi? İndi həm burada, yəni sinonim söhbətində, həm də burada fiili axtaranda, yəni sözün kökünü yazın. Yəni burada şəkilçi ilə verir, es qəbul edir, id qəbul edir, ikinci, üçüncü forma. Bizə lazım deyil o. Kökünü yazın sözün. O kökünü də yazan da qabağında fiildən danışıram. To'nu verə də bilərsiniz. Məsələn, go ya da to go. Verməyə də bilərsiniz. İsim istəyəndə də kökünü yazın. S-lə verib cəmləməyin. Demirəm səhvdir. Ola bilər də indi gəlib səhv götürərlər. Zaten məndən normal bir söz soruşursa, bunun kökünü yazmalıyam da. Anlata bildim mi? Bunu nəzərə alırsınız. Bəs 29-cu sualı hardan tapaq? Deyir, paragraf 2-dədir. Buna həmişə fikir verin.
to ilə başlayır. Yəni feil seçməliyim. Paragraf 2-də feil. Gəl feillərin elə belə altından xətt çəkək. Əgər söz bazamız varsa zaten biz feilləri tanımış oluruq. Və все. Bir də bu disappears. Bəlkə yenə də gözündən yayına bilər. Keep saxlamaq, kimisə, nəyisə save. Ən lazımlı söz bu da keep safe. Təhlükəsiz saxlamaq. Yəni təhlükədən qorumaq. Yəni ümumiyyətcə qorumaq. Qorumaq da bilirsiniz yenə bu sözlər çox düşən sözlərdəndir. Protect, defend, keep safe'in özü, preserve, reserve, conserve, dərinlərə girmirəm, guard. Okay? Baxıram ki, aha, protect verib, əla. Bu da belə getdi. Gəlirəm ən sevdiyimə, ən sevdiyim ikinci, yəni 28-ci tip sualdır. Burada da normalda mətnin içindən, amma burada paragraf yazmırsa, filan paragraf, onu özünüz tapacaqsınız, diqqətli olun. Bu iki sizi aldatmasın. Nədir? İndi onu izah edəcəm. Mətnin içindən deyir, bir cümləni verir, tamam mı? Deyir, bax bu cümləni tamamla, amma öz sözlərinlə tamamla. Öz sözün olması üçün də minimum ən az 2 sözü dəyişməlisən. Mətndə bu cümlənin ardı nədir? Yazdım bura. Bunların içindəki sözlərdən də ən azı ikisini dəyiş, öz sözünlə ver. Yəni mətndəki kimi kopyalama. Kopyalarsan 0 bal alacaqsın. Sinonimini ver, məsələni bağla. Və yaxud məhsulda verərsin. Keyf səndir. Dəyiş, ən azı 2 sözü dəyiş. Əvvəllər nisbətən daha çətin idi. Məhsula çevirirdin, nə edirdin? İndi qalır sadəcə 2 dənə söz. Yenə də mənim işimə nə yarayır? Sinonim. Plus açar söz. Açar söz nədir? Countries all over the world. Deməli hamısı. Bütün dünyadakı ölkələr. Bu söhbəti tapıram. Harda yazıb bütün dünyadakı ölkələr? Burada yazıb. Deməli, bunun ardıca gələn nədir? Axıra qədər. Bir araya gəlməlidir. Azaltmaq üçün plastikdən istifadəni və qorumalıdır. Must həm come together-a aiddir, həm də protect-ə aiddir. Dəniz heyvanlarına. Bura qədər. İndi bu cümlənin olduğu kimi kopyaladım. Yazdım hara 28-in arxasına. Amma tam bal ala bilməyim üçün 2 sözü oradan dəyişməliyim. Minimum 2 söz. Bir söz dəyişsən yenə 0 bal alacaqsın. Minimum 2 sözü dəyişməlisən. Tamam. Bunu kopyalayıram. Bax bunu. Gətirirəm, atıram bura. Və mən burada, gəl elə burada göstərək. Yuxarı qaydaram. Must-ı should-la əvəzləyə bilərəm. Come together, get together. Ya da gather. Bu ilə ya assemble da verər səsində. Toplaşmaq, yığışmaq. Reduce, minimizing orada verməmişim. Diminish, decrease, azaltmaq. Verə bilərsən. Using, utilizing istifadə eləmək. Plastic materials deyə bilərsiniz. Protect, defend, keep safe, preserve və s. deyə bilərsiniz. Sea animals da qalsın. Yəni mən orada sea animals nəyin dəyişim? Bax, burada yazmışam. Together, get together, gather together ya da gather, assemble, reduce, diminish, decrease-lə dəyişdim. Using, utilizing, gather it together bəlkə də lazım deyil. Plastic oldu, məsələn, plastic materials, əlavə bir söz verdim. Plastiki dəyişməsəydi. Protect, defend, preserve, guard, keep safe. Keep safe də prosu yaxşı olar ki, keep nəyi, sonra safe. Bu şəkildə veririk. Tam balımızı aldıq. SN-dəki heç, onu da 3-cü video olacaq. Onda videosu zaten bilirsiniz ayrı olur. Belə, yenə də bura gələk. Oxu bacarığımızı, ki burada dinləmə yazmışam, bu oxudur. Oxu bacarığımızı da inkişaf elətdirmək üçün bizə nə lazımdır? Söz babamızı artırmaq, yəni söz bazamızı artırmaq, sinonim bazamızı artırmaq və daim praktik eləmək. Praktik eləyəndə də yenə də baxın,
yanaşma tərziniz olsun. Məsələn, mənim yanaşma tərzim budur. Açıq sözləri seçirəm. To-dursa məsələn deyirəm. Fe'l seçdim. Nə bilim, en-lə başlayıbsa isim. Yəni bu şeylərə odaqlanıram. Buradan götürdüm, kopyaladım məsələn bunu. İki sözü dəyişdim. Belə. Okay? Ya prosta bu vərdişin yaranması üçün də müntəzəm praktika getməsi. Maşallah 45 dənə mətn yenə də deyirəm az deyil. 45 mətnin 3-ünü, 4-ünü, 5-ini, 10-unu praktik elədiniz, vərdiş yaratdınız. Ondan sonra başlayın tak digərlərini test edin. Zaten ikinci hissə cəhd deyirlər çıxıb, cəhd deyil çıxacaq bilmirəm. Bəlkə də çıxıb. Çalan test olacaq. Bir 40-45 də orada olacaq. Eləyin. Yəni sizdən gedən heç nə yoxdur. Zamanınız bol. Bilmədiyiniz sözləri də bala-bala çıxardın, yazın. İnanın ki, o sözlər də gəlib düşəcək. Part-apart yazacaqsınız. İndi toplumun arxasında buradan da eləyə bilərsiniz. 11 sinif, yəni ingilis dili 2025 buraxılışı toplumun arxasında mətin 2 oxu mətni və mətin 3. Bunlar da eyni ilə hal-hazırda biz necə yanaşdıq, necə elədikcə o şəkildə siz də eləyin, praktika olsun deyə deyirəm. 27, 28, 29 eseni verməmişəm. Definition nəyin definitionıdır? Bu sözün sinonimin tapırıq. Burada minimum 2 söz dəyişməklə yazırıq. Hara baxırıq, necə baxırıq, eləyin. Gələn dərslərsə qoşulun. Eyni şəkildə bunu da bir səhvlərimizi müzakirə eləyək. Deyin ki, ay mənim bax, bu da budur, bu da budur. Necə eləyək, nə eləyək? Müzakirə eləyək. Sual verin, suallar cavablandıraq. Anlatabildim mi? Belə. Keçək artıq növbəti videoya. Görüşək o bir videoda hələlik.